Hər vaxtınız xeyir olsun, gününüz xoş olsun, ömrünüz təravətli olsun. Dedik bugün nə bişirək? Bu günləri bişirdik. Görənlər gördü. Allah cəmi dünyasını değişən analarımızı, atalarımızı rəhmət eləsin. Həmişə bir yağış olardı. Anam rəhmətli, Şərəbanı anam, Kərbəlayı anam. Belə bizim üçün ki, ailə üçün, atam üçün, mənim üçün belə xəmir yoğurardı və bir kündə deyərdik də biz. Yağda qızardardı və üstünə pəsəy səpi mərd-mərdanə bizlərə acı çayla içərdik. Hanı o günlərimiz, kaş o günlərimiz olaydı. Analı günüm bugün olaydı. Kaş mənim bugün anam olaydı. Kimlər 2025-də qalacaq? Yanvarın 1-i bilinəcək. Kimlər 2006-ya qədəm qoyulacaq? Onlar da bilinəcək. Kimlər xatirələrdə qaldı? Kimlər yaddaşlarda qaldı? Kimlər ürəklərdə yaşayacaq? Hələ də bundan sonra hələ 20 günümüz qalıb. Bugün ayın dekabrın 8-idir. İnşallah ki, eşq olsun masallara, eşq olsun yardımlara, eşq olsun qusarlara, eşq olsun Bakının 32 kəndinə. Kimlər inşallah. Amma bəzi insanlara sözüm buradandır ki, 2026 ayağını qoyan kimi yox, qədəmini qoyan kimi mənim nömrələrimə zəng çatmasa, heç kəs narahat olmasın. Bəzilərini blok edəcəyəm, bəzilərini eləmişəm və bəzilərini hal-hazırda TikTokda, Instagramda, Face'də məsəl üçün canlı yayınma almıramsa, səhvi özündə gör, arzuda yox. Arzu boğa bürcüdür. Boğalar gözləri ilə sevər, sildikləri ilə silən adamın ürəyinə ox qoyar. Silib atıb. Necə ölünü apardın qoydun məzarə, Allah rəhmət eləsin, üstünü örtdü. Boğalar da nömrələri sildi, blok elədi. Elə bil onun üçün bir ölüdür. Əgər bu qapıdan bir gələnim yoxdursa, heç bundan bu yana da gözləmirəm. Yansın işığınız, gəlsin sorağınız. Mən belə bağımlımı saxlaya bilirəm. Allah balalarımızı qorusun. Həyatdır. Yaxşıdır ki, bu çətinliyi var. Bəzi insanları tanıdı arzu. Arzuma çatmasam da, amma bəzilərini arzularına çatdıra bilirəm. Yaxşıdır ki, bu çətinliyi var. Əziz boğalar, səbirli olun. Bu 2026 sizə düşərli olsun. Hamına düşərli olsun. Amin.